Azərbaycanın ənənəvi karateçiləri Yaponiyanın paytaxtı Tokyoda təşkil olunan 17-ci Dünya Çempionatında uğurlu çıxış edib. Azərbaycan Karate Federasiyasının Texniki və Məşqçilər Komitəsinin, eləcə də qurumun Ənənəvi Karate Üslubları Birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında 7 idmançı mübarizə aparıb. 8-ci dan qara kəmər sahibi idmançıların çıxışını dəyərləndirib. Ənənəvi karate ilə idman karatenin fərqi odur ki, burada ilk öncə yarış başlamamışdan qabaq texniki seminarlar keçilir, imtahanlar olur və ondan sonra yarışlar başlayır. Bəli, bizim komandamız həmin seminarda iştirak elədi. Bizim nəticələrimizə baxanda mən bunu qaynatbaş hesab edirəm. Rumuniyada dekabrın ortalarında yarış var. Biz onları hazırlaşırıq. Ümidvaram ki, bu nəticələrdən sonra mən deyə bilərəm ki, Ənənəvi karate yığma komandası bu yarışda da öz sözünü deyəcək. Bizdə çox perspektiv idmançılarımız var. Karate hal-hazırda inkişafdadır. Biz dünənki nəticələri qorumaq istəyirik və bu yeni idmançılarla bu məqsədə nail ola bilərik. 15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə 3-cü olub. Gənclər arasında Salman Salmanov qızıl mükafata sahib çıxıb. İlk dəfədir ki, BSKF-in dünya çempionatına çıxış elədim, dünya çempionatına. Həm öz yaşlıların arasında 16-17 və kişilər arasında çıxış etdim. Böyüklər arasında da təəssüf ki, 4 qrup işlədim və axırıncı finalda məğlub oldum. 4-cü olaraq qaldım, yəni mükafat əldə edəmədim. Amma öz yaşımda yaxşı çıxış oldu, 4 qrupla orada çempion oldum. Mənim üçün böyük qürur istəyim. Böyüklər arasında 74 kiloqramda İmran Quluzadə gümüş, 75 kiloqramdan artıq çəkidə isə Mehman Eynalov bürünc medal qazanıb. Komanda komitə yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalovdan ibarət kollektiv bürünc mükafata yiyələnib. Yarış əla keçdi, yaxşı idi. Yəni finalda əsas güclü rəqibim Panama idmançısı idi. Onu finala çıxdım. Finalda da müəyyən bir səbəblərə görə başıma travma aldım. Döyüşü tam döyüşə bilmədim. Ona görə də birincilikdən oldum. Gümüş medalla kifayətləndim. Əhməd müəllimə çox sağ ol dedik. Bizi yarışa həmişə kimi yaxşı hazırlaşdırıb. Bu yarışı başqa yarışlardan, əvvəlki yarışlardan fərqli cəhəti onda idi ki, bu yarışda yeni idmançılar var idi. Əvvəlki yarışlara baxanda daha çox dövlət var idi. Bu yarışın ayrı bir fərqliliyi idi. Öz döyüşlərimə gələndə isə birincisi Bolqariya və İrlandiya idmançılarının ardıcıl qalib gəldikdən sonra finala çıxışda Özbək idmançısı ilə rastlaşdım. Bərabərliyə qaldıq. Sadəcə olaraq aktivliyə görə, fəallığa görə qarşı tərəf idmançıya qalibiyyəti verdilər. 3-cü yer uğrunda isə Rus idmançısına qalib gələrək 3-cü ilə kifayətləndim. 3 döyüş keçirdik komanda tərkibi ilə. Yalnız Panama komandasına yarım finalda məğlub olaraq 3-cü yerə çıxdıq. Və yarışı bürünc medalla bitirdik. İnşallah gələn yarışlarda da çalışacaq, qızıl medallarımızı qazanaq. Azərbaycan bayrağını lap yüksəklərdə qaldıraq. Qeyd edək ki, ənənəvi karate üzrə dünya çempionatında 41 ölkədən 700-ə yaxın idmançı mübarizə aparıb.